Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, mən sizə bugün vasitəli, vasitəsiz nitq və durğu işarələri haqqında danışacağam. Ümumiyyətlə, vasitəli nitq nə deməkdir? Vasitəli nitq başqasının dediklərini olduğu kimi yox, dəyişdirilmiş şəkildə çatdırılma deməkdir. Amma vasitəsiz nitqdə isə olduğu kimi çatdırılmadır. Vasitəli nitqdə biz görürük ki, o budaq cümlə şəklində formalaşır və müəllifin sözlərindən sonra verilir. Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən dırnaqlar, tire işarəsi atılır və ki bağlayıcısından istifadə olunur. Əsasən şəxs əvəzlikləri dəyişdirilir. Vasitəli nitqdə xitab varsa, o adətən müəllifin sözlərinin içərisində verilir. Məsələn, Ramin dedi, qardaş, mən müəlliməm, avtomobil təmirini bacarmaram. Bu vasitəsizdir. Çünki bu necə verilibsə o cürdə deyilib. Amma Ramin dedi ki, o qardaş nə ilə əvəz olundu? O qardaş onunla əvəz olundu. Müəllimdir, avtomobil təmirini bacarmaz. Deməli, burada tabeli mürəkkəb cümləyə bir növ onu çevirmiş oldu. Gələk indi vasitəsiz nitqdə. Vasitəsiz nitqdə biz görürük ki, başqalarının sözünü olduğu kimi heç bir dəyişiklik edilmədən verilməsidir. Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur. Bir, müəllifin sözlərindən ibarət olur. Yəni bu müəllif sözüdür, M-lə yazılır. Bir də vasitəsiz nitqdən, yəni V ilə istifadə olunur. Məsələn, müəllim dedi. Bu nədir? Müəllifdir, müəllif. Unutmayın, sabah imtahandır. Bu da nədir? Vasitəsiz nitqdir. Yəni ona görə müəllif deməkdir. Bu vasitəsiz nitqdir. Müəllifin sözlərində xəbər adətən nitq və təfəkkür fe'illərindən dedi, düşündü, söylədi, soruşdu, müraciət etdi, fikirləşdi və sair sözlərindən ibarət olur. Vasitəsiz nitq müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında dialoqlar isə tire ilə verilir. Müəllim dedi, hər kəs istədiyi ixtisası seçməlidir. Dırnaqlar var burada. Müəllim dedi, əgər nəyə keçdi? Dialoqa. Hər kəs istədiyi ixtisası seçməlidir. O zaman nə oldu? Tire ilə. Deməli, vasitəsiz nitq müəllif təhkiyəsinə daxil olan dırnaqlar dialoqlar şəklində olsa isə nədən istifadə olunacaq? Tiredən istifadə olunacaq. Vasitəsiz nitq 5 vəziyyətdə istifadə oluna bilər. Məsələn, birinci müəllif sözü, sonra vasitəsiz nitq. Məlum məsələ. O dedi, başlamaq üçün mükəmməl olmasa da, mükəmməl olmaq üçün başlama məcburiyyətindəsən. Gördünüz, müəllif qoşu nöqtə, vasitəsiz nitq dırnaqlar içində. Müəllifin sözlərindən əvvəl, yəni birinci vasitəsiz nitq, sonra müəllif. Bu qılınc dünyanın ən möhkəm metalından hazırlanıb, gördünüz, bu vasitəsiz nitqdir, sonra da müəllifdir. Mütləq durğu işarələrinə baxmaq lazımdır. Ya, baba, dırnaqdır, dırnaq baxlanır, verilir, sonra tire işarəsi, sonra müəllif nitqi. Nə vaxt edəcəksən deyə atası soruşdu. Və durğu işarələrdə, məsəl üçün, görürsünüz, bunun içində də sual elə ki, vasitəsiz nitqin içində olmalıdır. Müəllifin sözləri arasında müəllim sinifə daxil olub. Bu müəllif sözləridir. Öncə yeni mövzu keçəcəyəm. Bu vasitəsiz nitqdir. Dedi. Bu da müəllif nitqidir. Müəllifin sözlərindən əvvəl və sonra ortada olur. Bu kitab sənindir. Bu nədir? Vasitəsiz nitq. Dedim, müəllif deyib, qardaşın göndərib. Bu da vasitəsiz nitq. Ondan sonra müəllifin nitqi ilə vasitəsiz nitq növbələşir. Mövlana Cəmaləddin taxta yaxınlaşıb. Müəllif nitqidir. Şah sağ olsun. Vasitəsiz nitq dedi. Müəllif nitqi vəziyyətdən çıxış yolunu bilirəm. Vasitəsiz nitq. Deməli, bu cür hala rast gəlmək olar. Bir də müəllif sözlərindən əvvəl və sonra işlənən vasitəsiz nitq ayrı-ayrı cümlələr olduqda müəllif sözündən sonra nöqtə və tire qoyulur. Bax burada. İstəyirəm ki, aydın da gəlsin. İstəyirəm ki, aydın da gəlsin. Vasitəsiz nitq dedi müəllif. Yeni ideyalar üçün məzahir gəlməlidir. Müəllifdir, burada da vasitəsiz nitq. Bax, bu cür şeyləri mütləq yadınızda saxlayın. Əsasən cümlənin quruluşuna fikir verdiniz, durğu işarələrinə fikir verdinizsə, işiniz rahatdır. Öz fikrini əsaslandırmaq, aydınlaşdırmaq, sübuta yetirmək üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlara sitat deyilir. Fikrini əsaslandırmaq üçün. Sitatlar quruluşuna görə nəyə oxşayır? Vasitəsiz nitqə. Durğu işarələri vasitəsiz nitq olduğu kimidir. Sitatlarda bəzi hissələr ixtisar edilə bilər. Bu zaman buraxılan sözlərin yerinə nə qoyulur? 3 nöqtə qoyulur. Bu da sitat haqqında. Durğu işarələri bizim punktuasiya
qaydasıdır. Yəni dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi nə adlanır? Punktuasiya qaydası adlanır. Punktum sözündən olub nöqtə deməkdir. Yəni ilk dəfə durğu işarələrinin işlədilməsi ideyasını Mirzə Fətəli Axundov irəli sürüb və işarə sistemi təklif edib. Əkinçi qəzetində və Vətən dilində Çerniyevski dərsliğində bunlar işlənmişdir. Durğu işarələri iki funksiya yerinə yetirir. Bir, ayrıca durğu işarələri nöqtə, vergül, ondan sonra yəni ayrıca belə deyək, nöqtəli vergül, iki qoşa nöqtə, sual, nida, üç çox nöqtə. Bir də fərqləndirici durğu işarələri. Yəni bunlar cüt üzvlərdə, bunlar 2 tire, 2 vergül, mötərizələr və dırnaqlardır. Və bunlar birdir, və bunlar birdir. Amma 2 tire, 2 vergül, mötərizə, dırnaqlar isə bunlar fərqləndirici durğu işarələri kimi götürülür. Tire ilə defisin fərqi. Bax, uşaqların ən çox qarışdırdığı məqamlar. Tire durğu işarəsi olduğu halda defis durğu işarəsi deyil. Tire həcmcə defisdən böyükdür. Tire sintaktik anlayışdır. Defis isə morfoloji anlayışdır. Tiredən daha çox sintaktik kateqoriyalarda, defis isə mürəkkəb sözlərin yazılışı və bəzi texniki məsələlərdə istifadə olunur. Və buna görə də defis dilçilik ədəbiyyatında orfoqrafik işarə kimi verilir. Tire fransızca çəkmə, uzun üfüqi xətt şəklində durğu işarəsidir. Morse əlifbasında da tiredən istifadə olunur. Dialoqda hər adamın danışığı yeni sətirdən verilir. Ondan əvvəl tire işarəsi qoyulur, gördüyümüz kimi. Təyin olunandan sonra gəldikdə qəhrəman bir qızdır, başlı çalağı. Ümləşdirici sözlər, birləşmələr, həmçinin üzvlərdən sonra o və yazıda onlardan əvvəl tire işarəsi, bax burada gördüyümüz kimi mövcuddur. Vasitəsi nitq dialoq şəklində verilir, dırnaq lazım olmur. Vasitəsi nitqdən əvvəl tire, sonra vergül tire qoyulur, bax bu hissədə. Ondan sonra müəllifin sözləri vasitəli nitqin arasında işləndikdə, müəllifin nitqin hər iki tərəfdən vergül tire qoyulur. Bu hissə fikir verin, burada var, burada var. Məsələn, boy, Allah eləməsin, vasitəli nitq demişdi, müəllif, niyə elə deyirsən qızım? Drama əsərlərin iştirakçıları barədə məlumat verəndə o defis deyil, tire işarəsidir. Məkan, zaman, başlanğıc, bitmə nöqtələri arasında. Mötərizədə tire ilə ayrılan illər adamın anadan olma və vəfat tarixini bildirəndə, bax belə bir şey olanda. Bu hadisəyə də aid olub onun başlanğıc və bitmə tarixini bildirəndə. Ondan sonra iş, təcrübə, kəşf, ideya, qanun ortağı bir şəxs və tərəfə, məsələn, Joel Lenskanın İran-İraq müharibəsi, Poş-Azərbaycan dostluğu cəmiyyəti. Cümlənin ortasında işlənən ara cümlənin hər iki tərəfində Şuşa əsasına qoyulmuşdur. Milli mədəniyyət məşhur və bunlar hamısı tire işarələridir. Defis latınca yazıda istifadə ən qısa üfüqi xəttdir. Mürəkkəbləşmiş sözlərin ifadə yazılışında, söz sətirdən sətrə keçiləndə, hecalarla bölünəndə, ayrıca yazılan şəkilçinin əvvəlində, bax burada, rəqəmlə yazılan saylar bitişik şəkilçilər rəqəm arasında, ölçü vahidlərini bildirən isimlər arasında, ondan sonra cəhətlər arasını bildirən, bax belə bir şey, cənub-qərb, cənub-şərq, şimal-qərb, müxtəlif mənada işləm tərkibindən bir məfhum ifadə edən isimlərdən əmələ gələn alim, geolog, kafe, restoran, suvar, melorasiya, klassik muğam adları, Bayat Kürd, Bayat Şiraz, Mahur Hindi, qısaltma sözlərdə baxın. Qısaltmanı təşkil edən yanında konkretləşdirici rəqəm olanda, bax bunlarda istifadə olunur. Sonra nöqtə işarəsi ərəbcə son qət olunan, kəsilən deməkdir. Hər hansı bir fikri və məlumatı bildiyini göstərərkən, yəni bitdiyini göstərərkən cümlənin son nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Nöqtə işarəsi adıq cümlələrin sonunda. Ondan sonra tabesi bağlayıcı cümlənin ortasında işləndikdə özündən əvvəl, nəqli və əmr cümlələrdə, adi intonasiya ilə deyilən söz cümlələrin sonunda, drama əsərində iştirak edən obraz adlarında, ad və ata adlarının qısaltma formalarından sonra və s. Aşağıdakı hallarda nöqtə durğu işarəsi sayılmır, texnikidir. Məsələn, və ilaxır və s. maddələri göstərirsə, qeyd sözündən sonra qoyulduqda, yəni bunlar artıq nöqtənin işləmədə rast gələn müxtəlif formu var ki, olan nitqdə işlənmə yeri və orfoqrafik funksiyası var. Qoşa nöqtə digərinin yuxarısında qoyulan iki nöqtədən ibarət durğu işarəsidir. Sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, məsələn, hər yer gördünüz burada, tərkibində vergül olmayan aydınlaşdırma əlaqəli bağlayıcısız tabeli mürəkkəb cümlənin tərkib hissələrində, ərizənin tərcümə yaxın izahatın və s. sonunda, əmri, arayışı, imzalayan və s. bax, bunlarda hamısında biz qoşa nöqtəyə rast gələ bilərik. Ü, Ö hərflərin üstündə qoyulan iki nöqtə durğu işarəsi deyil. Çox nöqtə
Çox nöqtə nə deməkdir? Adətən yan-yana 3 nöqtə şəklində olan durğu işarəsidir. Bir tərəfdən vergülə, digər tərəfdən nöqtəyə daxildir. 3 nöqtə isə fikrin bitmədiyini bildirmək məqsədinə işlədilir. Stat daxilində göstərilən hissəyə qədər olan hissəyə verilmirsə, özündən əvvəl, özündən sonraki hissə buraxılırsa 3 nöqtə qoyulur. Məsələn, Nəriman Nərimanov yazır. Bu zaman mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar. Deməli, fikrin bitmədiyini bildirmə məqsədinə. O cümlədə yüksək hiss həyəcanla deyilən nəqli cümlələrdən sonra 3 nöqtə qoyulur. Ondan sonra bir sıra həmciz üzvlər sadalanarkən, lakin sonda və sair və ilaxır işlənmədikdə, ondan sonra məsələn, indi qələmin gücü daha da artıq, ona maşınlar, radiolar, işıqlar, rənglər, binalar, yəni başa düşün də, yəni nə demək istəyirəm. Baxın, bu cür belə deyək. Vergül də fransız sözü olub, semantik mənası qol-budaq hissə deməkdir. Qol-budaq deməkdir, hissə deməkdir. Sərhədi ilə bağlı olmayan durğu işarəsi cümlə sərhədi ilə, cümlə həmciz üzvləri arasında istifadə olunur. Ondan sonra və birləşdirmə bağlayıcısından başqa qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlənin tərkib hissəsində, bağlayıcısız tabesiz mürəkkəb cümlənin tərkib hissəsində, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb tərkib hissələri arasında əsasən qoşa nöqtə qoyulur, yadda saxlayın, hamısında yox. Tərkib hissənin birinci vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məsələn, gözəl bir yay günü idi. Bax, burada bəzi məqamlara rast gəlirik. Tərəflərin müstəqil o daxilində həmciz üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlənin daxilində. Məsələn, belə cümlə çox geniş olur. Məsələn, 3 il, bax fikir verin, 3 il, ya bəlkə 4 il idi, yaxşı yadımda deyil. Baxşəli, bizim Baxşəli bəy gedirdi Gəncəyə və s. və ilaxır. Ki tabeli bağlayıcısına işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə ona rast gəlirik. Çünki bağlayıcı işlənən mürəkkəb cümlə ondan əvvəl vergül qoyulur. Sa-sə şərt çəkicisi və hissəcik işlənən mürəkkəb cümlələrdə qoyuruq. Mürəkkəb cümlə sa plus dadə, sa belə, bax bunlarda düzdür sözləri varsa, xüsusiləşmiş üzvlərdə cümlə məna və intonasiya cəhətdə fərqləndirən üzvlərə xüsusiləşmiş üzvlər deyilir. Nədir xüsusiləşmiş üzvlər? Cümlə məna və intonasiya cəhətdən. Məsəl üçün, tamamlıqlar, zəfliklər, başqa qeyri özgə, savayı, məsələn, plandan əvvəl 30%, zəfliklər fərqli olaraq baxmayaraq, halda, kimya, əlaqədar, dəqiqləşdirici xüsusiləşmiş üzvlər, bu və ya digər bir üzvə aid olur, onun mənasını konkretləşdirir. Məsələn, xüsusən, xüsusilə o cümlədən hətta, bax, bunlarda fikir verirsiniz, bütün siniflər, xüsusən, bax, burada vergül var əvvəldə, onun bütün bədəni hətta ondan əvvəl qoyulur. Yəni, xüsusiləşmiş üzvlərdə də biz durğu işarələrinə rast gəlirik. Əvəzliklərdə bu əvəzliklərlə bağlı vergül işarəsini biz bilirik. Ondan sonra biz bilirik ki, nə zaman mübtəda vəzifəsində olanda vergül qoyulur, nə zaman ola bilməz. Ədadlarda vergül təsdiq və inkar ədadlarında olması və s. və ilaxır. Mötərizə 2 yarım dairəvidir, xəttdən ibarət qoşa durğu işarəsidir. Əsasən müxtəlif hallarda ola bilər. Məsələn, əsas fikri tamamlayan sözləri, birləşmələri üçün nəzərə çatdırmaq. Məsələn, Qarabağ, yəni Ağdam klubudur. Nəsə bir aydınlıq vermək üçün də çatdırmaq üçün. Dramatik əsərdə remarkaları, Səadət xanım daxil oldu. Statlarda stat müəllifinin və s. adı, müəyyən şəxsi anadının olduğu, vəfat etdiyi, əsrin nəşrin tarixi mötərizədə verilir. Şəxs əşya haqqında əlavə məlumat vermək üçün bax, mötərizədən istifadə edirik. Nida cümlələrin sonunda qoyulur. Hiss həyəcanla deyilən xitabda, nidalardan, bəli xeyr ədadlarından sonra da nida işarəsi qoyula bilər. Sual da məlum məsələdir, sual cümlədən sonra qoyulur. Dırnaqlar, vasitəsiz nitqdə, müəllif təhkisinə verildikdə dırnaqlar arasında. Loğman dedi, həyatın şirin olur hər anı. Statlar da dırnaq arası. Peyğəmbərimiz buyurmuşdu. Mürəkkəb adların tərkibində abituriyentçi olan Mehman povesti. Yəni biz dırnağa təkcə mürəkkəb adda yox, statda da və vasitəsiz nitqi müəllif təhkiyəsində də rast gələ bilərik. Nöqtəli vergül. Bir nöqtə ilə onun altından qoyulan vergüldən ibarətdir. Nöqtə ilə vergül arasında orta mövqeyi tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən durğu işarəsidir. Əsasən, müxtəlif hallarda tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin birində sadalanan cümlələr olduqda daha geniş fasilə olan tərkib hissələri arasında o yollara baxdı. Yolda heç nə görünmürdü. Ətraf qaranlıq idi. Sadə cümlənin həmciz üzvləri qrup sadalanlıqda mübtəda xəbər baş üzvlər, yəni bu mübtəda xəbər baş üzvlər, tamamı təyin zərfli ikinci dərəcəli üzvlərdir. Ondan sonra və s. Yəni bu da oldu bizim punktasiya qaydamız. Artıq növbəti dərsdə biz dil və onun haqqında məlumatlar və s. hissəsindən keçəcəyik. Biraz da özünüz də bu haqda araşdırın. Çünki durğu işarələri bizim öyrəndiklərimizin artıq yekunu hesab olunur. Sağ olun, salamat qalın.